Azərbaycan Tibb Universitetinin Ümumi Zərarlı Kafedrasının müdiri, tibb bölümləri doktoru Professor Elçin Ağayev. Deməli, bugün Azərbaycanımızın gözəl paytaxtı Bakı şəhərində Türk dilli dövlətlərin 3-cü elmi konfransı keçirildi. Təbabətin ən aktual problemlərinə həsr olunmuş. Burada robotik cərrahiyyədən, abdominal cərrahiyyədən, plastik rekonstruktiv cərrahiyyədən bəhs olundu. Biz də kafedramızın uzun illər boyu məşğul olduğu anastomoz işlər tutmazlığı problemi ilə bağlı iki kafedramızdan 2-3 elmi məruzə oldu. Bugün də mənim məruzəm dinlənildi. Böyük maraq doğurdu. Burada anastomoz işlər tutmazlığının profilaktikası üçün, proqnozlaşdırılması üçün tərəfimizdən təklif olunan üsullar hörmətli auditoriya təklif olundu. Onda bildirim ki, bizim kafedra 90-cı ildən bu günə qədər mərhum professor Aşurov Bəhram müəllimin, böyük ustad Aşurov Bəhram müəllimin rəhbərliyi ilə bu işləri başlayıb və 90-cı ildən bu günə qədər kafedramızın əsas problem istiqamətlərindən biri bağırsaq anastomoz dişlər tutmazlığının proqnozlaşdırılması, profilaktikası, erkən diaqnostikası, bu məsələlərlə bağlı cərrahi taktikalar və onu da bildirim ki, bizim kafedranın əməkdaşları tərəfindən, bizim tərəfimizdən bu problemlərlə bağlı çox saylı beynəlxalq patentlər alınmışdı. Bu sahədə bir sıra elmi yeniliklərimiz və kəşflərimiz var. Bununla bağlı hörmətli auditoriyanı bilgiləndirdik. Özbəkistandan, Türkiyədən, Qazaxıstandan gəlmiş alimlərimiz bu çıxışı böyük maraqla qarşıladılar. Hətta kənarda da yaxınlaşıb bəzi sorular sordular bizdən. Bizim kafedradan tibb elmləri doktoru Professor Əliyev Mübariz müəllim elmi məruzə ilə çıxış elədi. Sonra kafedramızın doçenti, tibb üzrə fəlsəfə doktoru Zülfə xanım İsmailova eyni problemlərlə bağlı elmi məruzə ilə çıxış elədi. Yəni bizim kafedradan 3 elmi məruzə bu konfransa təqdim olundu. Bu tipli konfransların tez-tez keçirilməsi olduqca əhəmiyyətlidir. Türk dilli dövlətlər arasında, Türk dilli dövlətlərin həkimləri arasında, alimlər arasında inteqrasiyanın, əlaqələrin yaranması üçün olduqca önəmlidir. Eyni zamanda elmi biliklərin paylaşması üçün, paylanması üçün vacib bir platformadır. Bu cür konqreslərin, konferansların daha çox keçirilməsinə ehtiyacımız var.